Belə bir president yoxdur. Bəlkə hər hansı bir belə bir president formalaşsa bundan çəkinərlər. Yəni maraqlanaq. Həqiqətən də Ləmiyə xanım sırf məmur kimi də bizim üçün maraqlıdır. Bir ana kimi, təhsil mütəxəssisi kimi yox. Təhsil idarəsində siz çalışırsınız. Bakı Şəhər Baş Təhsil İdarəsində. Bax, bu hallarla bağlı hansı reaksiyalar, belə çevik reaksiyalar oldu? Siz də izlədiniz o. Təbii ki, bu prosesi biz araşdırdıq ilk öncə. Yəni araşdırma prosesi gedir, davam edir. Biz burada hər tərəfli, yəni belə deyək, həm pozisiyadan, statusdan asılı olaraq biz bunu hər iki tərəfi, həm valideyni, həm şagirdi, həm müəllimi dinləməkdə bu prosesi araşdırmada bir böyük yarar görürük. Nəticələr varmı? Nəticələr, hansı tədbirlər görürük? Təbii ki, biz burada qənaət ondan ibarətdir ki, ümumiyyətlə həm üç perspektivdən, mən bunu yəni hər üç tərəfin timsalından bunu şərh eləməyə çalışacağım. Əslində, Güney xanım da qeyd elədi, bizim dəyərlərimizdə döyülmək və yaxud məktəbdə şagirdin müəllim tərəfinə və yaxud valideyn belə etiraf edir ki, mən evdə də uşağımı döyürəm və bu çox gözəl, çox normal bir hal imiş kimi də bunu müəllimin yanı qarşısında və yaxud məktəb rəhbərliyinin qarşısında ifadə eləyirsə, artıq yəni məktəb rəhbərinə təbii ki, məktəbə və müəllimə bizim bir rəhbərlik, belə deyək də, dövlət strukturu olaraq və tabiçiliyində çalışan işçi olaraq, bir insan olaraq hər tərəfli biz inzibati tənbih məsələlərini və bu inzibati tənbihlə yekunlaşmayacaq. Təbii ki, burada ciddi araşdırmalar gedir ki, müəllimin bu və ya digər halda yol verdiyi səhvə görə, bu səhv deyil, bu əslində cinayətdir. Bu cür halların təkrarlanmaması üçün biz bir də deyirik, bu cür halların təkrarlanmaması üçün biz müəllimi ya işdən azad eləməliyik, ya onu, belə deyək, bu və ya digər formada hüquq mühafizə orqanlarına verməliyik və yaxud öz aralarında artıq bu məsələni artıq ictimailəşibsə biz bunu bu formada həll eləməyə çalışacağıq ki, təbii ki, bundan hər bir vətəndaş, hər bir müəllim, hər bir məktəb rəhbərliyi özü üçün dərs götürsün. Dərs götürsün. Yəni necə? Amma bir də bir məsələ var. Yəni siz üç versiya dediniz. Bir məsələ də var. Təbii ki, şagirdlər, mən bir media nöqteyi nəzərindən baxmaq istəyirəm. Burada dünyanın müxtəlif ölkələrində şagird-müəllim münasibətlərində həmişə konfliktlər olub. Amma konfliktlərdə bəzən unutmamalıyıq ki, müəllimə pressingi, yəni sözün əsl mənasında desək, müəllimi haqlı olduğu vəziyyətdə haqsız duruma düşürmək. Mən müəllimləri burada müdafiə etmək istəmirəm təbii ki. Haqlı tərəfin kim olduğunu, burada həm valideyn övladını yola salanda məktəbə anlamalıdır ki, Mən sizinlə tamamilə razıyam. Nəyə görə? Sözünüzün qüvvəti. Bəzən bizdə mediada çox tələsik qərarlar verilir, nəyisə yayılır və artıq linç başlayır. Başlayırsınız, bir məhkəməsiz, araşdırmasız filan. Yəni videoda baxanda dərhal bəlli olur ki, indi o müəllimənin o uşağı təbaşiri onun başına çırpması həqiqətən də mən hesab edirəm ki, həm əxlaqi baxımdan, həm hüquqi baxımından çox ciddi bir problemdir və çözüləsi bir problemdir. Burada bir mənalı. Amma elə videolar var ki, onu baxanda bir təəssürat yaranır, amma gerçəkdən hadisələr fərqlidir. Biz bunu təksib etmirik əslində. Yəni, belə deyək, Təhsil Nazirliyi olaraq, Bakı Şəhər Təhsil İdarəsi olaraq biz bunu təksib etmirik. Bizim təhsilimizdə problemlərimiz var təbii ki. Xüsusilə də problemlər şagird-müəllim münasibətləri, valideyn-məktəb şagird münasibətləri. Bu üç bucağın hər bir tərəfində bu problemlər yaşanır. Ona görə ki, ümumiyyətlə məktəbə olan inamın qaytarılması, müəllimə olan müəllim nüfuzunun bərpa olunması. Burada güc hər tərəfə düşür. Tək valideynlərin üzərində deyil, eyni zamanda məktəbin üzərində çox ciddi burada məsuliyyət var ki, biz xüsusilə müəllimlərimizlə bu məsələdə ciddi işləyirik. Artıq müəyyən məsələlər var, mən bunu indi deyəcəm, hansı xüsusi addımlar atırıq ki, biz müəllimlərlə xüsusilə etik davranış qaydalarının yerinə yetirilməsi, şagirdlərlə ünsiyyətdə onların şəxsiyyətini təhqir edilməməsi, zorakılıq hallarına yol verilməməsi, ümumiyyətlə tədris prosesində düzgün ünsiyyətin qurulması çox vacib amildir. Əslində keyfiyyətin yarı-bayarı böyük bir hissəsi ünsiyyətin üzərinə qurulur. Amma bütün bunları, üzr istəyirəm, müəllimlər artıq ali təhsil alarkən öyrənməlidirlər. Pedagogikanı, metodikanı, ünsiyyət bacarıqlarını, bütün bunlar artıq bunu mənimsəmiş bir insanlar gəlib girməlidir sinifə və uşaqlarımızı yalnız belə insanlara biz həvalə etməliyik. Elə deyilmi? Elədir, təbii ki. Bəzən mən
uşaq təşkilatında işləmiş təcrübəli bir insan kimi bu sahədə deyə bilərəm ki, bəzən uşaqları hansısa ailə evladlığa verməzdən öncə bunlar olmazın yoxlamalar keçirlər, testlər keçirlər və s. Ailənin sosial durumu, ailənin psixoloji durumu. Sən evladlığa verirsən, bu heç. Amma valideyn, yəni biz çox vaxt müəllimləri də ikinci valideyn kimi qəbul edirik. Uşaqlarımız öz günlərinin, saatlarının, zamanlarının böyük hissəsini məktəbdə keçirdirlər. Və bu insanlara uşaqlarımıza etibar edə bilərikmi? Yəni hazır kadrlar gəlməlidir. Bilirsiniz, bəlkə mən tam razıyam. Universitet çıxışında artıq hazırlıqlı kadrlar gəlməlidir. Amma təhsil elə bir sahədir ki, müəllim daim işləməlidir üzərində. Bugün uşaq psixologiyası daim yenilənir. Bilirsiniz ki, müasir uşaq psixologiyasında elə tendensiyalar var ki, müəllim daim ünsiyyət məsələsi ilə bağlı. Uşağın, bilirsiniz, çox gözəl qeyd elədiniz ki, şagird təkcə valideyni ilə ünsiyyət məsələsi. Bəzən elə şagirdlərimiz olur ki, müəllim elə gözəl münasibətli, müəllim-şagird münasibətli situasiyalarımız da var ki, müəllimlər şagird evdə anasına, valideyninə, atasına deyə bilməyəcəyi sözü müəllimi ilə bölüşür, müəllimi ilə həll edir problemi. Müəllim çox önəmli bir şəxsiyyətdir. Çox önəmli şəxsiyyətdir. Bu dəqiqədə bir faktoru qeyd etmək istəyirəm ki, hal-hazırda Təhsil Nazirliyi sinifin idarə olunması kimi bu məsələlərdən sonra biz çox ciddi addımlar atdıq ki, sinifin idarə olunması, məktəbdə ümumiyyətlə əlverişli mühit deyəndə yalnız sağlam mühit, təbii ki, mühitin formalaşdırılması və ümumiyyətlə ünsiyyətin qurulması, kommunikasiyanın qurulması və müəllimin geyimdən tutmuş, bu yeni bir tendensiya deyil təbii ki, bu həmişə mövcud olub, ancaq indi ən vacib, aktual mevzular olduğuna görə seminarlar, aktiv seminarlara biz çox getməyək. Təbii ki. Geyim falan hamısı öz yerində, amma bütün bunlar amma şagird üçün çox önəmli model rolunu oynayır. Çünki o şagirdlər müəllimindən belə deyək, nümunə götürür. Yaxşı, vaxtımız çox qısadır, demək olar ki, bitdi, amma mən sonda hər ikinizdən bir resept kimi bir məsləhət almaq istərdim. Preventiv metodlar. Nə etmək lazımdır ki, belə hadisələrdən özümüzü sığortalayaq? Baxın, bu elə bir haldır ki, burada biz gözləməməliyik ki, bu baş versin, sonra biz tədbir görək, yollar axtaraq. Bunun qarşısını almaq lazımdır. Axı, bu uşağın sadəcə fiziki zədələnməsi demək deyil. Onun mənəvi zədələnməsidir, şəxsiyyət olaraq zədələnməsidir. Siz baxdınızmı, o məni ən çox təsirləndirən onun təbaşirlə başına vurmasından çox o uşağı qoyun deməsi idi. Yəni bu çox böyük bir təhqirdir və deyir, sağalar güllə yarası, çox geç sağalmaz ümumiyyətlə söz yarası. Belə bir deyim var. Hansı yollara biz elə tapdı? Bu baş verdim ki, vaxtımız çox azdır. Çox istəyərdim ki, beynəlxalq təcrübədən bir-iki misal gətirim. Xüsusilə Avropada məktəblərdə inam şəxsləri müəyyənləşdirir, müəllimlər və yaxud onların inandıqları hansısa bir insan. Uşaqlar bütün problemlərini, zorakılıq faktlarını, nədən narazıdırlar, bununla bağlı həmin insanlara deyir. Və yaxud şəffaf qutular metodları var ki, ondan istifadə edirlər. Uşaqlar öz təkliflərini gizlin hansısa. Çünki biz çox yaxşı bilirik ki, zorakılığın gözlə görünən tərəfi var və gizlin gedən tərəfi var. Və sizin də qeyd elədiyiniz kimi bizim məktəblərdə psixoloq vəzifəsi boş-boşuna tutulan bir vəzifə rolunu oynamasın. Bu psixoloq nəinki uşaqlarla işləməlidir, eyni zamanda müəllimlərlə işləməlidir. Çünki bizdə təhsil sistemində mənim kənardan həm valideyn kimi gördüyüm individual yanaşma olduqca azdır, kütləvi yanaşma var. Yəni biz uşaqlara say kimi, rəqəm kimi baxırıq. Nəinki bu individual bu informasiyanı necə qəbul edəcək, bunlara biz şəxsiyyət kimi necə yetişdirək? Ümumiyyətlə bizim təhsil sistemi şəxsiyyət yaratmağa yönəlibmi? Mən düşünürəm ki, məndən soruşursunuzsa bu məsələ ilə bağlı mən düşünmürəm. Mən düşünürəm ki, bizim məktəblər yaxşı riyaziyyatçı yetişdirə bilər, yaxşı tarixçi yetişdirə bilər. Amma hal-hazır ki, metodika ilə baxanda mən yanaşma ilə belə düşünürəm ki, şəxsiyyət yetişdirməyə hələ Azərbaycan məktəbləri hazır deyil. Çox təəssüflər olsun ki. Lamiyə xanım, siz necə? Hansı preventiv Mən preventiv tədbirlərdə Güney xanım çox vacib bir məqama toxundu. Məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı. Ümumiyyətlə məktəblərdə psixoloji xidmət bu çox vacib məqamdır və biz bunu artıq bu proses başlanıb və bilirsiniz, məqam olaraq tək məktəbə yüklənmək bu da asan məsələ deyil. Ona görə ki, kənarda 3000 şagirdə də xidmət yalnız bir psixoloq eləyir. 500 şagird olan məktəbdə də bir psixoloq ştatı var və hər bir şagirdin təbii ki, məktəb hər bir şagirdini tanımalıdır, hər bir valideyni
tanımalıdır, məktəb bilməlidir ki, çünki məktəb şagird üçün mövcuddur və biz bu günləri şəxsiyyət yönümlü ümumiyyətlə şəxsiyyət yetişdiririkmi? Fərd yetişdirirmi? Hər bir şagirdin probleminə, onun daxili probleminə, xarici probleminə, ümumiyyətlə onun hər hansısa bir vəziyyətinə fərdi yanaşırıqmı? Deyərdim ki, bu və ya digər formada xeyir, ona görə ki, bunun üçün potensial imkanlar bu dəqiqə hal-hazırda imkan verir. Çünki ənənəvi təhsildən şəxsiyyət yönümlü təhsilə keçid özü çox böyük əmək tələb eləyən, burada asan deyil, müəllimlərimiz dəyişir, bu proses gedir, amma bu asan görünməyən. Çünki təhsil elə bir sistemdir ki, orada baş verən dəyişikliklər, intervensiyalar, ümumiyyətlə müdaxilələr çox uzun bir müddətdə öz nəticəsini verir. Amma təbii ki, mənim buradan valideynlərə bir mesajım var. Bu cür hallara susmaq lazım deyil. Bu cür halların ümumiyyətlə hesab eləməsinlər ki, onlar bunu özləri həll eləyəcəklər və bu cür sosial şəbəkələrdə yayılmaz. Əlbəttə ki, yayılır, bəzən düzdür, effektini verir, mediada öz rolunu görür, amma valideyn... Bax, Ləmiyə xanım, gəlin, biz 3 videoya istinad etdik. Burada hətta 4 səhv eləmirəm. Təbii ki, biz də öz... Gerçək belə bir tədbir görüldü. Öz effektini verir, ona görə ki, o demək deyil ki, biz bu video hər hansısa bir uşaq zorakılığa məruz qaldı. Bu bizim gündəlik iş rejimimizdir və bu bizim gündəlik fəaliyyət planımızdır ki, məktəb biz şagirdlərə görə buradayıq və biz... Aydındır, yəni hansı tədbirlər görüldü? Tədbirlər ondan ibarət ki, konkret olaraq... Olsun ki, bütün bu hadisələr boşuna... Əlbəttə ki, olmayacaq, yan keçməyəcək. Ona görə ki, həm valideyn, həm müəllim, həm direktor, həm şagird bu prosesdə iştirakçı olduğuna görə hər 4 tərəf dindirilib və məktəb rəhbəri ilə bağlı konkret olaraq addımlar atılıb ki, bu müxtəlif formalarda mən indi buradan səsləndirəcəm. Çox ciddi inzibati tədbirlər atılıb. Məktəb direktoru, bəli, sonuncu video ilə bağlı və konkret olaraq Bakı məktəblərində, əgər mən belə deyək, Bakı məktəblərinə sırf cavabdeh şəxs olduğuma görə, Bakı məktəblərində hər hansısa belə bir situasiyanın təkrarlanmaması üçün buradan birbaşa həm məktəb direktorlarına səslənirəm. Belə bir situasiyanın olması... Bəli, Təhsil Nazirliyinin qaynar xətti var. Bunu hamımız bilir, 149. Neçədir? 149. 149. Əziz valideynlər, bu nömrəni yadda saxlayın, lazım olmasın amma sizə. Digər formada, hər hansısa bir verbal zorakılıq, fiziki zorakılıq, bunu heç gözləməyə ehtiyac yoxdur. Narazı olduğunuz hər hansı bir məqam olursa, çünki bu hesab eləməyin ki, bu həll olunmayacaq. Aydındır, təşəkkür edirəm studiyamıza gəldiyiniz üçün, dəyərli fikirlərinizi bölüşdüyünüz üçün və sonda tamaşaçılarımıza da səslənmək istəyirəm ki, qızını döyməyən, dizini döyər kimi bir məsəlin müəllifi olan xalqımız da ətrafı itham etməzdən öncə bir öz təfəkkürünə də nəzər salsın. Görsün ki, bütün bu baş verənlər həm də bizim özümüzdən qaynaqlanır. Beləliklə, iki mütəxəssisin nəzərlərini sizə çatdırdıq. İndi isə nöqtə qoymağın zamanıdır. Sağ olun.